Önce onu ifade etmek isterdim ki ADX 4 22. ilde keçirilen bu serginin məzmun ve mahiyet itibariyle artık rengarenk stendlerimizde, pavyonlarımızda 32 ülkeden 208 şirket, 31 demək ülkenin temsilcisi iştirak edir. Demək olar ki 46 Türkiye şirketinin burada en inovatif pavilyonlarında 10 binlerle ümumiyyətlə hatta məmulatlar demək nümayiş etdirilir. Elə bizim özümüzün Müdafiə Sənayesi Nazirliyinin tabiri müəssisələrində həm hərbi məmulatların ikili mahiyyətli demək hatta məmulatlarda 1000'den çox Cənab Prezidentin ifadəsində də orada bir məsələ öz yerini tapır. 1200 artda məmulatlar istehsal olunur. Təbii ki, bu məmulatlar da bizim ordumuzun Müdafiə Sənayesinin sifarişi üzerine Müdafiə Sənayesi Nazirliyinin tabiri müəssisələrində öz həllərini tapır, istehsal olunur. Ve buna göre de bu tərkibdə Azərbaycan Təhsil İnstitutu, Azərbaycan Elm ve Təhsil Nazirliyinin, eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin bu heyətdə, bu tərkibdə görüşü məqsədə hesab olunmuşdur. Təşkilatçılar, eyni zamanda bizim nazirliyimiz bu görüşe çok ümit bəsləyir, müsbət yanaşır. Çünkü fikir mübadiləsi inkişafa demək stimuldur, motivasiyadır. Çünkü her insanın mütləq bu sahədə gələcək fikri var, gələcəyə baxışı var. Gələcək də ortadadır. Artıq görünür ki, hardan hara 22. ildə keçirilən bu sərgidə bir daha da bizim bu 44 günlük müharibəmizin xüsusi doğrulanması qeyd olunur. Çünkü bir arxaya baxanda bugün artıq Şurada keçirilən tədbirlər bu qəbildən silsilə ardıcıllıq təşkil edir. Mahiyyət etibarilə istər mədəniyyət, istər hərbi, istər devlət nümayəndələrinin, ali diplomatik korpusların orada digər yaxınlar iştirakları çox ruhlandırıcıdır, ümid vericidir. Təbii ki, Qarabağımızın bu yöndə də aparılan işlər orada, görülen işlər hamısı göz qabağındadır, çox intensiv orada demək bərpa işləri həyata keçirilir.